Mikrosahibkar subyekti olan fərdi sahibkarların 75%lik vergi güzəştinə yararlanması üçün müvafiq il üzrə orta aylıq muzlu işçi sayı 3 nəfərdən az olmamalı və məcburi dövlət sosial sığortalar üzrə borcu olmamalıdır. Lakin istisna olaraq sadalayacağın fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin, yəni xərclər nəzərə alınmadan həcmi 45 min manatdan olan fiziki şəxslərdə bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75%-i gəlir vergisindən azad edilir. Yəni bu qrup fərdi sahibkarlardan orta aylıq muzlu işçi sayının 3 nəfərdən az olmaması və MDS üzrə belə deyək, borcun olmaması şərtlər tələb olunmur. Bunlara proqram təminatının işlənməsi, layihə dizayn, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyətdir, elm, təhsil, mədəniyyət, idman sahəsində göstərilən xidmətlər, hüquqdur, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konjunkturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, kuryer fəaliyyəti, turizm bələdçiliyi, yəni xidmətlərin ixracı daxildir. Sonda qeyd edim ki, vergi ödəyicisi tərəfindən əmtəssil əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş belə deyək, vergi güzəşti əmtəssil əməliyyatlarından yararlanan gəlirlərə münasibət tətbiq edilmir.